مردم شریف و ارومیه، مردم Azərbaycan, salam. Stadyum şəhid Ağa Mehdi Bakirdən sizlərlə söhbət edirəm. Bir halda ki, inşallah Doşənbə günü sabahlarım Ağalı xanımla hamılıqca bu stadyumda huzur tapacağıq və şüarlarımız Bəray 90 və Bəray Urmiye olunacaqdır. Niyə ki, sizlərlə birlikdə Cəşn-i Suud Ligi bərtəri tutacağıq və deyəcəyik, yaşasın 90 timimiz, yaşasın Urmiyemiz. Müntəzir sizlərik. بسم الله الرحمن الرحیم. عرض ادب و احترام بر تمام هوادارlarımıza. Sabahlar bu vərişqada sizin yolunuzu gözləyirik və inşallah sizin huzurunuzla sabah biz buradan Anadolu çıxacağıq. Faqat bir xahişim var, biləcəklər fərhəng bala və غنی مردم ارومیه Azərbaycanı görsədin və görsədin ki, nə qədər biz yuxarı millətik və inşallah sabah vərişqada faqat timimizi təşviq edəcək, ayrı haşiyə qarışmayaq. Çünki biz sizə tamam bazada niyazımız var. Xudaya nə ki, sabah küçükdən ittifaq burada düşsələr, siz məhrum olsanız, biz gələn bazı sizin nemətinizdən məhrum oluruz. Sabah burada yolunuzu gözləyirik. İnşallah biz də başımıza çıxarıq. Ya Ali.